Değerli həmkarlar, dostlar, video dərslərimdən yararlanan, dinləyən hər kəs. Ədəbiyyat dərslərimizə davam edirik və Hüseyn Cavidin İblis əsərinin tam məzmununu və təhlilini öyrənəcəyik. Bilirik ki, İblis əsəri Hüseyn Cavid yaradıcılığının bəlkə də zirvəsi hesab oluna bilər. Çünki həqiqətən çox mükəmməl bir əsərdir. Dərslikdə olan hissələr və olmayan hissələr birlikdə bütün əsərin məzmununu və təhlilini öyrənəcəyik. Amma ayırmırıq, yəni həm olmayan, həm də olan hissələr birlikdə gedəcək. Sadəcə dərslikdə olan hissələr, çünki onun ayrıca video izahı paylaşmışam, onu baxmısınız. Ona görə də həmin hissələri biraz az, məzmun tam aydın olması üçün, verilməyən hissələri isə ətraflı şəkildə sizə izahını deyəcəyik. Baxaq, İblis əsəri iştirak edənlər, burada biz görürük, dram əsəri bilirik ki, dram əsərinin yazılışı, mətnini ekranda gördüyümüz kimi, əvvəldən iştirak edən obrazlar, bunlar əsərin remarkasıdır, sonra ilk pərdə, burada yenə də remarka, sonra obrazların danışığı, personajların danışığı bu şəkildə qurulur. İştirak edənlər İblis, Mələk, İxtiyar Şeyx, Xavər, həmin o İxtiyar Şeyxin nəvəsi, Arif, bir gənc, onların evində yaşayır. Vasif Arifin qardaşıdır, lakin onlar bir-birlərini tanımırlar, həm də türk zabitidir. Kiçik zabit Vasifin yaxın dostu, Rəna gözəl bir şəfqət bacısıdır, türkdə o da. Ariflə Vasifin yaxın qonşuları olub. İbn Yəmin təxminən 45 yaşında bir ərəb zabiti, əsərin ən böyük mənfi obrazı. Bir yaralı zabit yaralı vəziyyətdə gətirilir. Zənci çavuş var, İbn Yəminin xidmətçisi və bir nəfər məiyyət əskəri. Teyf Rənanın babasının xəyalı. Elxan bir zabitdir, qaçaq əskəri qaçaqdır. Əlavə olaraq zabitlər, əskərlər, haydutlar, rəqqasələr, cingənələr, teyflər, çalğı taqımı və s. Birinci 4 pərdəlidir əsər. Birinci pərdə, yəni ilk pərdə, hadisələr Bağdad yaxınlığında baş verir. Mənzərəli bir guşədə. Bir tərəfdə kənarı yaşıllıqlarla dolu olan, yaşıllıqların göründüyü bir çardaq var. Burada kiçik bir otaq deyək, balaca bir otaq var. Demək, Bağdad yaxınlığında böyük bir çəmənlikdə, kənarda bağça içərisində, bağ ağaçların arasında bir dənə balaca bir qülbəcik deyil, balaca bir otaq var. Və pərdə açılanda həmin otağın qülbə adı ilə gedir burada. İki pəncərəsi görünür. Biri sağda və biri solda iki pəncərə görünür. Bir dənə də qapı var, həmin qapı qarşıdadır. Bir tərəfdə taxçada kitablar görünür. Avqust ayıdır, yəni istidir artıq. Axşam tərəfidir, ilkindi çağı. Pərdə açılanda görünür, səhnədə görünür ki, Arif bir tərəfdə əlində elə bir uzanıb bir tərəfdə fikirləşir, düşünür. Səhnə qaranlıqdır. Göy gürültüsü səsi gəlir, şimşək çaxanmaq səsi gəlir, sonra top, tüvəng, bomba partlayışları, bu səslər gəlir. Qarşıda pəncərədən çöl tərəfdə görünən o iki pəncərə ki, qarşıda görünürdü. Həmin pəncərədən elə bir göz kimi görünür o pəncərələr. Pəncərədən çöldə müharibə səhnələri görünür. Yəni oradan görünür ki, alovlar qalxır, müharibə səhnələrində yaralı zabit gedir, bir o tərəfə, bu tərəfə gedənlər, yaralı əskərlər görünür. Yəni içəridə yox, sadəcə pəncərədən çöldə iki pəncərə, iki göz, ondan çöldə müharibə səhnələri görünür. Ardı ilə həmin o pəncərələrin birində İblis, digərində isə mələk peyda olur. Əsər İblisin sözləri ilə başlanır. İblis bu gedən müharibələrdən məmnundur, çünki müharibələrin əsərdə göründüyü kimi insanları yoldan çıxardan, azdıran, müharibələrə sövq eləyən günahkar kimi İblis görünür. Ona görə də pəncərənin birində birinci İblisin sözləri ilə dəryalara hökm etmədə tufan, səhraları sarsıtmada vulkan.
sellər kimi axmaqda qızılqan, canlar yaxar, evlər yaxar insan. Demək sevinir, qəhqəhə çəkir, yenə sevinir ki, qan sel kimi axır, insan insanı öldürür. İblisin sözü bitəndən sonra mələk digər pəncərədən mələyin görünür və mələk də Allaha yalvarır, ya Rəbb, bu nə dəhşət, nə fəlakət, ya Rəbb, bu nə vəhşət, nə zəlalət. Yox kimsədə insaf-ı mürüvvət, iblisə mi uymuş bəşəriyyət deyil. Və yenidən demək burada əvvəlcə iblis, sonra mələk, sonra yenə iblis, sonra yenə mələk hərəsinin 2 dəfə 2 monoloq deyək, bir bəndlik 4 misralı bir monoloq kiçik sözləri yer alır. İblis yenə də toplar veriyor aləmə dəhşət, dəhşət qopuyor sanki qiyamət. Yağmur kimi göydən yağır atəş, atəş, qaralar, dalğalar atəş. Hər tərəfdə atəş olduğundan iblis yenə də qəhqəhələr çəkir və ardınca yenə mələk Allaha yalvarır, ya Rəbb, azacıq lütf inayət, qəhr olmadı artıq bəşəriyyət. Başdan başa yer üzü vəhşət, iblis ilə həm rəngi siyasət. Və bundan sonra mələyin bu sözlərindən sonra elə bir pəncərələr qapanır, yəni elə bir gözlər örtülür və səhnə aydınlaşır, Arif görünür. Arif yuxudan oyanır kimi elə bir gözlərini açır, sanki yatmışdı, birdən yuxudan ayılır və üzünü göyə doğru tutaraq Allaha dua edir. Dünyaları yoxdan yaradan ey ulu Tanrı, ey Xaliqi hikmət, duyduqca, düşündükcə olur qəlbimə tarı bir şübhəli illət. Duyduqca əvət pərdəli hikmətləri hər an min dürlü həqiqət. Min dürlü məmmalı həqiqət bənə xandan həbsində bir zülmət. Nəysə buradan Arifin Allaha münasibəti, daha doğrusu Allaha müraciətdən deyir son sözlər onun daha çox. Ürəyim deyir dözmür bunlara, mən deyir peyğəmbərlərə inandım, qanunlara inandım, kitablara inandım. Amma orada kitablarda olan yeryüzündə bunları görmürəm deyir. Lütf et, o gözəl çöhrəni bir an bana göstər, könlüm səni özlər. Uydum da peyğəmbərlərə, qanuna, kitabə, duydum yenə qəsvət. Başdan başa həb qəhr-ü qəzəb, tövbə, inabə, həb zəfə, əlamət. Hər nəsə bu cür sözlərlə ya deyir məni en gəl bana, yaxud bəni yüksəklərə qaldır, gəzdir qonağında. Yerlərdə süründüm, yetişir, göylərə qaldır, dindir qocağında. Mən deyir artıq bezmişəm, ya deyir özün en mənim yanıma gəl, ya da məni yüksəklərə qaldır, öz evində, qonağında, otağında gəzdir. Bəsdir artıq mən yerlərdə bu qədər süründüm, məni bəsdir. Qaldır, mən deyir qoy göy üzündən yer üzünü seyr eləyim. Baxım deyib görüm ki, o yerlər xoşdurmu, gözəldimi? Cənnətdə mələklər necədir? Qaldır məni, ta görməyəlim insandakı zülmü. Bax, yer üzü inləyir. Məni deyir qaldır göyə, qoy görməyim bu yer üzündəki, bax, bütün yer üzü inləyirdir, qoy bunları görməyim. Ya Rəbb, bu cinayət, bu xəyanət, bu səfalət bulmazmı nəhayət? Allahım deyir, bu qədər xəyanətlər, bu qədər səfalətlər sona çatmırmı, bitməyəcəkmi? İnsanları xəlq etmədə var bəlkə də hikmət, iblisə nə hacət? Bəlkə də deyir, insanları yaratmışsan, bunda bir hikmət var. Bəs iblis niyə lazım idi? İblisə niyə? İblisi niyə yaradırdın deyir. Və belə bir halda bu oturur. Bu zaman səhnəndə elə bir işıq azalır və iblis sanki özünün adını eşidib, güya ki iblis sözünü Arifin dediyində son sözdəki iblisə nə hacət, həmin sözü eşidib alovlar içindən yerdən qalxır. Baxın burada bir şey deyim ki, əsərlərdə biz adətən göydən nələrsə enir, amma bilirik ki iblis yerin dibində, yerin altındadır. Ona görə də hər dəfə iblis gələndə yerdən qalxır, alovlar içində yerdən qalxır. Və gəldikcə onun iblisin özü kimi paltarı da, əynindəki paltarın ətəklərindən də alov qalxır. Gəlir Arifin yanına və Arifə deyir ki, Arif bana bax, səndə mi ifamə qapıldın? Biçarə cocuq, səndə mi iblisə taqıldın? Dahilər, ulu əzm nəbilər belə məndən heç vəclə təxlisi giriban edəməzkən daim bəni təhqir edərək əyləniyorsun. Həb söyleniyorsun. Və Arifə deyir ki, iblis deyir ki, sən də deyir iblisə taxıldın. Bütündür dahilər, nəbilər,
hamısı deyir, heç kəs məndən qurtara bilməyib. Hamı mənim toruma düşmüşkən, amma sən deyir, elə hey məndən əylənir kimisən, elə hey söylənirsən deyir. Amma bir gün gələr ki, sən də bil ki, iblisin əlində bir oyuncağa çevrilərsən. İblis böyük qüdrətdir. O atəşli müəmmadır. Sirdir, yəni atəşdən ibarət olan bir sirdir. Və bil ki, bir gün səni də kəndinə eylər kölə, amma heyhat olamaz dərdinə bir kimsədən imdad. İmdada qoşar, qoşsa fəqət ah ilə fəryad. Və onu bil ki, deyir, bir gün sən də iblisin əlində əsir olarsan, kölə olarsan və heç kimsədənsə imdad olmaz. Ancaq sənin imdadın ahla fəryad olar. Belə deyir, əynindəki paltarın ətəklərini Arifin üzünə sürtür, qəhqəhə ilə çəkilib gedir. Və bundan sonra səhnə aydınlaşır. Arif saçlarını qarışdırır, bunu xəyal kimi ya nə olduğunu bilə bilmir. Və bu halda, çünki o iblisi görür, amma birdən-birə gördüyünə görə çaşıb qalır ki, bu nə idi onun gözünə göründü. Və bu halda içəri İxtiyar Şeyx içəri girir və Arif ona gəl bana, gəl eylə mənim dərdimə çarə. Oğlum, yenə dərdin nəymiş, söylə nə çarə? İxtiyar Şeyx ondan soruşur. Yar beynimi, aç qəlbimi, eyvah, açamazsın. Qaç bəndən uzaqlaş, xayır, əsla qaçamazsın. Mən çılğınım artıq, bana yaxlaşma, kənar ol. Gəl, qaçma, xayır, dərdimə lütf et də dəva bul. Yalvarırsan ki, İxtiyar Şeyxə ki, yaxın gəldir mən dərdimə dəva bul, dərdimin çarəsini de. Burada İxtiyar Şeyxin bu dərslikdə var bu hissə. Oğlum, mədəni aləmi nifrətlə buraxdın. Gəldin şu cədəlsiz bədəvi aləmə çıxdın. İnsandakı haqsızlığı, zülmü unut artıq. Qəlbindəki nifrətləri, vəhşətləri yığ. 100.000 deyil iblisə uyan, həb bəşəriyyət etmiş bugün ev yıxmağa, qan içməyə adət. Və ona deyir ki, mədəni aləmi deyir, nifrət elədin, şəhərdən gəldin, deyir, bu bədəvi aləmə gəlib çıxmısan. Unut deyir da, insanlar haqsızdılar, zülüm verirlər, sən bunları unut. Ürəyin nifrətlə doludur insanlara qarşı, vəhşilərlə doludur, vəhşətlərlə doludur. Qəlbindəki o nifrəti, vəhşiləri yığ artıq. İblisə uyan, 100 deyil, 1000 deyil, bütün bəşəriyyət deyir, iblisə uyub. Sən də bunları unut, məni dinlə, yoxsa özün məhv eləyəcəksən. Arif, mümkündürmü deyir unutmaq? Dayanılmaz buna əsla. Əsla dayanılmaz şu böyük vəhşətə. Zira yalnız deyil insanlara. Vəhşilərə sorsan, onlar belə insandakı vəhşiliyə heyvan. Arif də deyir ki, bunu unutmaq mümkün deyil. Təkcə deyil insanlara yox, vəhşi heyvanlardan da gedib soruşsan, onlar da insandakı vəhşiliyə heyran qalıblar ki, bu nə demək? Və yenə də özünü göyə tutaraq, bilməm şu cinayət, şu xəyanət, şu fəlakət bitməzmi ilahi? Bu qədər səbrə nə hacət? Allaha müraciət son sözlərində ki, bu qədər cinayətlər, xəyanətlər, fəlakətlər ilahidir, bitsin, sona versin. Bu qədər, niyə bu qədər səbr eləyirsən deyir. Ver bir buyruq ver, cəhənnəmlər açılsın. Allaha deyir yenə ki, buyur deyir, qoy cəhənnəmlər açılsın. Coşsun, bütün atəşləri dünyaya saçılsın. Yaxsın da şu zalim bəşərin yurdunu yıxsın. Həp yer üzü bir ah olaraq göylərə çıxsın. Bir dəfəlik deyir, atəşləri göndər, hər yer yansın, yer üzü bütünlükdə yanıb qurtarsın deyir. Və bu arada yenə dəhşətli göy gürültüsü başlayır. İblis şiddətli qəhqəhlər, iblisin səsi eşidilir. İxtiyar otaqdan çıxır, İxtiyar iblisin səsini eşitmir, amma Arif əli alnında gürültülü qəhqəhləri dinləyir və eyni zamanda işıq azalır, iblis Arifin qarşısına gəlir, durur. Arif iblisi görür, amma digərləri görmür. Arif soruşur ki, kimsən, nəçsin, söylə, nədir fikri məramın, nereden gəliyorsun, nəymiş şöhrətin namın? Arif ondan soruşur ki, kimsən, hardan gəldin, deyir, iblis də bakın ilk dəfə iblis özünü Arifə bu şəkildə tanıdır. İlk dəfə burada deyir. Sonra başqa bir yerdə də var. Onda görəcəyik. Ben şimdi bir ateş. Fəqət əvvəlcə mələkdim. Həb xaliqə təsbih idi, təhlil idi bildim. İlk öncə mələklər bəni təqdis ediyordu. Adəm kimi bir saygısız axır ləkə vurdu. Alçalmadı, yüksəldi fəqət şöhrəti şanım. Allah ilə bir zikr edilir namı nişanım. Arifə deyir ki, mən deyir, bugün indi deyir bir ateşəm, amma lap əvvəldən yaradılandan mələk idim.
Həmişə Allahın yanında oldum. Ona deyir, itaət eləyirdim. Bütün mələklər mənə deyir, mənim qarşımda idilər, mənə təqdis eləyirdilər. Amma axırda Adəm kimi bir sayğısız mənə ləkə vurdu. Amma bununla belə Adəm ilk insan bilirsiniz, o nəzərdə tutulub. Amma bununla belə mənim şöhrətim alçalmadı. Əksinə daha da yüksəldi və indi mənim adım Allahla bir çəkilir. Arif onu tanıdığını bildirir və deyir ki, bildim deyir, artıq kim olduğu anlamışam. Nə qədər dəhşətdir deyir ki, hər şeydir sənin əlindən, amma de görüm niyə gəlmisən? Söylə. İblis ona deyir ki, görürəm ki, deyir, sənin ruhunu əzirlər, nəsə sənin ruhunu əzir. Gəldimdir ki, səni hürriyyətə dəvət edeyim. Görürəm ki, deyir, səni məhv eləyir, xəyalətlər səni məhv eləyir. Mən də gəldim ki, sənin qəlbinə həqiqətin nurunu verim. Arif, mən uymaram sənə, uymaram deyir, bilirəm sən niyə gəlmisənsə, dəfol, çıx, get deyir, azğın adamları qandır, mən sənə uymaram. Sən deyir, məni hürriyyətə dəvət eləyə bilməzsən. Mən bilirəm ki, sən mənə həqiqətin nurunu verə bilməzsən. Çünki sən özün bir zülmətsən deyir. İblis qəhqəhlərlə Arifə deyir ki, bu xətadır. Atəşi zülmət, mən atəşəm deyir, zülmət deyiləm, sən atəşi zülmət hesab eləyirsən. Aldanırsan. Mən deyir, mənim hər sözüm atəşdir. Özüm də atəşəm, üzüm də, gözüm də, hər yerim bütünlükdə atəşdir. Atəş zülmət ola bilməz. Və Arif ona deyir ki, mən deyir, amma mən nur istəyirəm deyir, nura talibəm. Atəş mənə lazım deyil. Və İblis də ona deyir ki, atəşsiz nur ola bilməz. Onu bil ki, atəş, günəş də atəşdir, bəşəriyyət də atəşdir. Hər bir hərəkətdə atəş var. Yada sal Zərdüştü. Bax, burada İblis Zərdüştü yada salır. Fəlsəfəsini, fikrini, dəxasını. O da deyir, atəşə tapdırmaq idi. Onun da işi bilirik ki, atəşpərəslərin peyğəmbəri idi Zərdüşt. Burada onu xatırlayır. Bu testlərə düşə bilər. Yadımızda saxlayaq. Və bunu deyir, dərk eləyirdi. Zərdüşt atəşi dərk eləyirdi. Ona görə də deyir, belə böyük bir kəşf eləmişdi. Arif yenə də onu deyir ki, mən heç vaxt sənə uymaram, dəfol get. İblis deyir, durmam deyir, onsuz da gedirəm deyir, qəhqəhə çəkir və çıxır gedir. Və bundan sonra yenə səhnə işıqlaşır və xavər gəlir həyəcanla və təlaşla. Çünki Arifi danışdığını görürdü, amma İblisi görmədiyinə görə elə zənn eləyirdi ki, Arif öz-özünə danışır. Ona görə də gəlir, soruşur ki, Arif söylə, nə oldu deyir, yenə gözəl kimlər göründü. Sorma, heç sorma, Nazənin xavər, məni məhv etdi, istirabi, kədər deyir. Sən də olmasan heyhat, bəni bir gün boğar şu qanlı həyat. Əgər sən də olmasaydın deyir, bu qanlı həyat bir gün məni boğardı. Deyir, sonra, o gözlər bilirsənmi deyir, nə deyir? Nə deyir, söylə, ruhu əzib, ruhu cəzb edir. Söylüyor əski xatiratı bana. Sanki qarşımdadır gözəl Rəna, bunu kənara deyir ki, xavəri eşitməsin. Amma Arif xavərin gözlərinə baxırsa da buradan anlaşılır ki, o Rənanı görürdü. Xavər ona deyir ki, səndə deyir, gizlin bir sözlər var, nədir? Arif, onu heç sorma, sevgilim. Baxın, burada Arif xavərə sevgilim deyir. Demək, məlum olur ki, xavər Arifin sevgilisiymiş. Xavər ətraf kənara qəddar deyir və bu halda, elə bu arada ixtiyarla birlikdə İbn Yəmin, Rəna, Zənci, Çavuş, bir əskər və əlində bir dənə çanta olaraq gəlirlər. İbn Yəmin çox səmimi ixtiyarla görüşür və möhtərəm ixtiyar, nasıl keyfin, necəsən deyir. Heç qəmim yox, var olsun İbn Yəmin, ixtiyar deyir. Burada məlum olur ki, ixtiyar şeyx İbn Yəmini öncədən tanıyırmış. Amma onu tanımaq mənfi mənada deyil, müsbət mənadadır. Yəni, o İbn Yəmini yaxşı bir şəxs kimi tanıyır. İbn Yəmin pək ancaq, həm də yol bugün pək uzaq, pək sıcaq, həm istidir, həm də deyir, bugünkü yolumuz çox uzaqdır. Sonra əskərə deyir İbn Yəmin ki, tez ol, qoş, atlara bax, ged, atlara bax. Əskər çantanı tullayıb, çölə çıxır, atlara baxmaq üçün gedir. Və Arif heyrətlə baxaraq, o Rəna, Nazənin afət. Deməli, Arif Rənanı görür və tanıyır. Xavər ondan soruşur ki, bir şey mi oldu? Arif əvət deyir və Rənaya gəlir ki, söylə, Rəna mı isminiz? Rəna Arifi görən kimi tanıyır və sevinərək Arif deyir.
İbn Yəmin bunları görür və bizə bir əngəl olmasın şu hərif. Birdən deyir bizə bu hərif, çünki Rəna Arifi tanıdığına görə deyir ki, bu bizə bir əngəl olmaz ki. Arif ondan soruşur ki, hardan gəlirsiniz? İbn Yəmin cavab verir ki, səhnə-i hərbidən, mücadilədən, müharibədən gəlirik deyir. Arif də acı təbəssümlə bir fəzilətsə ölüb öldürmək, canavar bizdən əşrəf olsa gərək. Əgər deyil, ölüb öldürmək bir qoçaqlıq igidlikdirsə, onda gərək canavar bizdən də yüksək olsun. İbn Yəmin gülərək, işte bir söz ki, büsbütün yanlış. Və Arifə deyir ki, yanlış düşünürsən, yəni sənin dediyin sözlər hamısı yanlış. Yaşamaq istəyirsən, gərək çarpışasan. Gərək hərbə gedəsən, hərbə qoş, həp vuruş, ya əz, ya əzil. Onsuz irmək murada pək müşkül. Və İbn Yəminin cavabını gördük, deyir ki, cəbhəyə get, hərbə get, qoşul, vuruş, ya əzməlisən, ya da əzilməlisən. Çünki onsuz arzuya çatmaq mümkün deyil. Və Arif doğru deyir, doğru bir düşüncədir. Evet, iştəhər əskər, iştəhər millət bugün olmaqda həp bu fikirə şərik. Hiç çəkilməz fəqət bu sərsəmlik. Arif də bu fikri sərsəmlik hesab edir və təəssüflə bildirir ki, bugün bütün millət, hər millət bu fikirdədir ki, müharibə olsun deyir. İxtiyar onun qolundan tutar, Arif oğlum, bırax münaqişəyi, gəl işim var səninlə və bunlar içərdən çıxırlar. İçərdən çıxandan sonra İbn Yəmin, ah nə gözəldir deyir, xoşu gəlir bu yerlərdən. Rənaya deyir ki, şu hərif feyləsofu mu, ya dəli mi, sanki bir cəhildir bunun elmi. Rənadan soruşur ki, Arif haqqında. Bu deyir, nədir, deyir, dəlidir, nədir bu? Niyə, yəni danışıqlarına görə. Rənanın cavabı, bəslənir hər könüldə bir duyğu, nə yaparsan, onun da məsləki bu. Hər ürəkdə deyir, bir duyğu var, onun da məsləyi budur, yəni müharibələri istəmir. Bu da məslək midir, nədir, bilməm, işte bir kəcinəzər zəki sərsəm. Yəni İbn Yəmin sərsəm adlandırır Arifi. Rəna bence sərsəm deyil, o pək huşyar. Neynəsin, hərbə qarşı nifrəti var. Rəna da İbn Yəminə cavab verir ki, Arifin müharibələrə qarşı nifrət edir. Və soruşur ki, siz onu hardan tanıyırsınız? İbn Yəmin Rənadan soruşur. Və Rənanın cavabı, yaxın qonşumuz. Demək, biz buradan bilirik ki, Rəna Arif Vasiflə birlikdə qonşu olublar. Arif İbn Yəmin kənara öz-özünə ki, bəli, daha demək, bizə bəladır Arif, çünki qonşudsa Rənanın nə haqqındasa məlumat var. Rəna burada Arif haqqında İbn Yəminə məlumat verir. Biz də elə Arifin kimliyi haqqında məlumatı Rənanın bu sözlərindən alırıq. Əsli İstanbul əhlidir, lakin pək küçükkən zavallı dərbədərin evi yanmış da, nəsli məhv olmuş. Bir küçük qardaşı ilə qurtulmuş. Onu da ən sonunda biçarə qeyb edib böylə qalmış avarə. Demək, nəmə məlum olur ki, Arif əslən İstanbuldandır, amma hələ balaca uşaq kiçik olan vaxtı evləri yanıb, bütün nəsli məhv olub, nəsil deyəndə yəni ki, ailəni nəzərdə tutur, sadəcə kiçik bir qardaşı ilə qutarıb, amma onu da itirib, qardaşını da itirib, qeyb olub, sonra da belə avara qalıb deyir. Demək, Arifin kimliyini biz Rənanın sözlərindən bildik. İbn Yəmin burada siz Rənaya deyir ki, siz məhəbbət edin də biz çıxalım. Əcaba bir nə var, nə yox baxalım. Çavuşla bərabər İbn Yəmin Çavuşla birlikdə kənara çəkilirlər, gizlin söhbətlərini etmək üçün. Rəna ilə Xavər burada söhbət eləyib. Rəna soruşur ki, kitablar dəyir gözünə, həmin kitabları bayaq səhnə ilk olanda dediklərimiz. Soruşur ki, bu kitablar sənindir. Xavər də cavab verir ki, bəli, keçən il Arif mənə alıb. Demək, buradan nə öyrəndi ki, Arif keçən il Xavərə kitablar alıbmış. Və kitabları götürür, baxır bir-bir. Həmin kitablar nədir? Xoca Nəsrəddin lətifələri, bir də 1001 gecə hekayələri. Demək, iki kitab. Biri Xoca Nəsrəddin lətifələri, testlərə düşə bilər. Bir də 1001 gecə hekayələri. Rəna kitabı açıb, lütfən, sonra su istəyir ki, bana lütfən biraz sərin su. Xavər bəli deyir, çıxır, su gətirmək üçün gedir. Və bu zaman İbn Yəminlə Çavuşun söhbəti önə gəlir. Çöldə pəncərə qarşısında durub söhbət edirlər. İbn Yəmin Çavuşdan soruşur ki, çox düşündü, nə olub? Çavuş da deyir ki, bəyim, hər şey bir bəla işdə gördüyün Arif. Çünki Rənaya pək yaxın şu hərif.
Daha müthiş bəla bizim əskər. Qorxarım cümlə sirri faş eylər. Bizi görmüş də çünki Rənanın babasını qətl edən zaman xain. Demək Çavuşun sözlərindən artıq aydın oldu. Nə? Deyir ki, əvvəlcə deyir ki, Arif bizə bir bəla ola bilər. Çünki Rəna ilə çox yaxındır. Amma sonra da ondan da, Arifdən də qorxulu olan əskərdir deyir. Bu bizim əskərdir. Qorxuram deyir, əskər sirri açar danışar. Çünki Rənanın babasını öldürən zaman o bizi görüb. Arif bu söhbəti eşidir, bir tərəfdən gəlir və bunların sözlərini eşidir. İbn Yəmin buna istehza ilə deyir ki, baxın İbn Yəmin öz haqqında dediyi sözlər. Bir böyük ordu, bir yığın insan mənim uğrumda oldu həp qurban. Keyfi sərf elədim də milyonlar, yenə dövlətcə etibarım var. Ben kimim? Bir ərəb. Nə zənn etdin? Bir cocuqdan mı qorxar İbn Yəmin? Məndir bir ərəbəm. Mənim uğrumda deyir bir yığın böyük bir ordu, bir yığın insan. Hamısı mənim o yolumda qurban oldular deyir. Milyonlar sərf eləmişəm mən öz keyfimə. Yenə də dövlət qarşısında mənim etibarım çoxdur. Mən balaca yəni bir çocuqdan, bir uşaqdan qorxacağam mən deyir və bunlar isə çəkilib gedirlər. Arif bu söhbəti eşitmişdi, Rənanın yanına gəlir və deyir ki, nə saadət, nə xoş təsadüf, inan səni gördükdə bitdi tabi tavan. Gecə rüyalarımda özlərkən bu gəliş böyle ansızın bilsən. Və Arif Rənaya deyir ki, mən səni deyir, gecə rüyalarımda görürdüm, amma indi birdən-birə gəldin, nə qədər zövq nəşə verdi, səni görmək, birdən-birə həyatda görmək mənə nə qədər zövq nəşə verdi. Və deyir ki, burada haqlıdır, hər könül tapınsa sana, burada qalsan, səninlə birləşsək, şübhə yox, sisli taleyim biləcək. Demək, təklif verir Arif burada Rənaya ki, burada qalsın, yəni birləşsinlər, ailə olsunlar, yəni o mənada birləşmək deyir. O zaman deyir, mənim bu sirli taleyim də üzümə gülər. Amma Rəna deyir ki, bir xəyal işte, kim bilir qismət. Bu deyir, sadəcə bir xəyaldır deyir. Kim bilir deyir, bəlkə qismət vala olmaya. Və Arifin bir sözüm var, sənə qüsura baxma fəqət. Söylə Rəna, şu qanlı zabitlə nereye, hangi səmtə bir söylə. Bu qanlı zabitdən, yəni İbn Yəmini nəzərdə tutur ki, hara gedirsən, hardan gəlirsən, hara gedirsən. Rəna cavab verir ki, şu yaxınlarda xəstələr varmış. Burada deyir, bu yaxınlarda xəstələr varmış. Rəna bilirik ki, tibb bacısıdır, şəfqət bacısıdır, onların yanına gedirik deyir. Arif sakın aldanma, pək böyük yanlış, inanıb getmə, ah o pək xain, burada qal, getmə, həm də sorma neçin. Arif Rənaya deyir ki, yanlışdır deyir, ondan getmə, ona inanma, getmədir, o xaindir. Burada qal, həm də niyəsini sorma, çünki Arif ona eşitdiklərini demək istəmir yəqin ki burada. Bəlkə həb söylədiklərin gerçək, pək güc, amma vəzifədən dönmək. Rəna cavab verir, bəlkə də deyir, düz deyirsən, amma vəzifəmdir, işimdir, yəni mən işimdən dönə bilmərəm. Və bu halda işıq azalır və Rənanın babasının xəyalı görünür. Ah babam, bir də alnlı, şanlı babam, intiqam almadan inan yaşamam. Rəna babasının xəyalını görüb ona deyir ki, sənin intiqamı almadan yaşamayacağım. Babasının xəyalı da ağır-ağır intiqam deyib çəkilir gedir. Rəna aman bir bu sual deyir, sonra iblis qəhqəhələrlə gəlir, intiqam deyir. Bəlkə də burada adam yəni o dərəcədə inandırıcı da gəlmir də, amma ola bilsin ki, bu xəyalları da göstərən elə iblisdir, Rənanın gözlərinə göstərən iblisdir ki, intiqam, yəni ged adam öldür, o mənada işlənir burada. Aman bu nə hal? Arif soruşur. Babamın kim bulursa qatilini, ona ben səcdə edərəm ələni. Bəni çöllərdə gəzdirən duyğu, intiqam eşqi. Hə bu, yalnız bu. Rəna cavab verir ki, kim babamın qatilini tapsa, mən ona səcdə eləyəcəm. Məni çöllərdə salan duyğu da sadəcə budur, intiqam almalıyım. Arif görünür sizcə bəllidir qatil. Hayır, asla bilinmir o səfil. Diyor İbn Yəmin, inan bana sen, bulurum nerede olsa qatili mən. Deyir, bilinmir, amma İbn Yəmin mənə söz verib ki, harda olsa mən o qatili bulacağım. Arif ona cavab verir ki, bəncə bir hilədir bu, dinləməyin. Amma Xavər bu halda dəstəyi gətirir, Rənaya su gətirir. Çünki Rəna ondan su istəmişdi, gətirir. Buyurun, pək gözəl su, həm də sərin. Suyu verir, İbn Yəmin bu halda gəlir və Rənaya deyir ki, gedək.
Rəna da qalxır və razılıq eləyir ki, sizdən çox razıyam. Çavuş çantanı götürür və gəl nəsib olsa evdə eylərkən qalırız burada bəlkə 3-5 gün. Bəlkə də nə vaxtsa qismət olar, burada gəlib 3-5 gün qalarıq. İxtiyar da o günlər bizim üçün ən xoş gün. O günlər də bizim üçün ən gözəl gün olar. Hər üçü çıxırlar, İxtiyarla Xavər də onların dalı ilə baxır. Demək, Rəna, Çavuş və İbn Yəmin çıxırlar. Xavər çıxanda Rənaya deyir ki, gəlişin pək gözəl, fəqət gəlişin umulur şey deyildi. Xavər Rənaya deyir, gəlişin deyir, gəldin deyir, bu gözəl idi, amma gedişin yaxşı olmadı. Rəna Allah üçün yetişir, fəzlə zəhmət etmin, çox sağ olun deyir, çox əziyyət çəkməyin. Nə olur, mümkün olsa getminiz. Xavər Rənadan xahiş edir ki, getməsin. Arif də getmə, pək doğru getməsən Rəna deyir, onu istəmir ki, Rəna getsin. Amma demək, deyir və çökmüş bir halda, çökür, oturur, qalır. Xavər də geri dönür, söylə Arif, nə var, nə oldu sana? Arif, ah, o Rəna, o nazlı heykəli nur sanki qarşımda çırpınıb duruyor. Ona ben yardım etməsəm gerçək, bəni vicdan əzabı məhv edəcək. Arif deyir ki, bax deyir, o Rəna, həmən o Rəna, o nazlı bir heykəldir. Sanki elə bir qarşımda deyir, çırpınıb duruyor. Arif axı artıq sirri bilir. Buna görə dedi ki, mən ona yardım etməliyim. Eləməsəm, vicdan əzabı məni məhv edəcək. Xavər, 2 söz sormaq istərim sana ben. Əcaba, heç sevərmisən onu sən? Arif, sevərim başqa bir məhəbbətlə. Əski, pək əski hissə hörmətlə. Arif də burada, yəni Xavər ondan soruşur ki, Rənanı sevirdinmi sən? Arif də cavab verir ki, sevirdim deyir, amma başqa bir məhəbbətlə, köhnə hisslə, hörmətlə sevirəm. Yox, inanmam, xayr, bu pək yanlış. O nə halət, nədir o səs, o baxış? Sanki bir inqilab içində sənin çırpınıb durmaq üzrə həbbətən. Xavər də buna inanmıram deyir, Arif, sən də Arif qədər düşünsəydin ki, nələr yapmaq istər İbn Yəmin. Büsbütün sarsılırdı vicdanın, heyrətindən həmən donardı qanın. Arif artıq bilirdi axı İbn Yəminin niyyətini, ona görə deyir ki, sən də deyir Arif kimi düşünsəydin, İbn Yəminin nələr eləmək istədiyini bilsəydin, sənin də vicdanın sarsılardı və qanın donardı, heyrətlənərdin deyir. Və elə bu zaman Vasif Arifin qardaşıdır, amma onlar bir-birini tanımırlar. Öz dostu kiçik zabitdən silahsız gəlirlər, yanlarında bir yaralı Rus zabitini gətirirlər. Vasif kiçik zabitə deyir ki, daha dur, tabı qalmamış artıq. Demək, çöldə bu evi görüb gətiriblər ki, yaralını gətiriblər ki, burada onun dərdinə çarə eləsinlər. İxtiyar da gəlir onlara kömək eləyir. Yaralanmış mı? Ah, zavallı, yazıq. Gətirin bir qədər rahatlansın. Ya əsir olmalı, ya da qaçqın. Arif deyir, Vasif, xəstə bir Rus əsiri, həm də yaralı. Gəl qızım, tez sarıb da bağlamalı, İxtiyar deyir və yaralının Rus idi yaralı, onun alnını da, qolunu da sarıyırlar, onu içəri aparırlar. Arif Vasiflə kiçik zabitə deyir ki, ah, namunuz, nə mərhəmətlisiniz, nerede rast gəldiniz şu zabitəsiz? Arif demək, onlardan soruşur ki, nə qədər mərhəmətlisiz, xoşu gəlir onların yaralını gətirməkdə. Vasif də cavab verir ki, yaxınlarda deyir, yolun kənarında gördük əhvalı xeyli pəjmürdədir. Kiçik zabit də deyir ki, bir əsir işdə, düşmən olsa belə, yenə lazım müavinət edilə. Düşmən də deyir, demək, bunlar türk zabiti deyib, Rusda əsir, Rus əskəri düşməndirlər. Düşmən olsa da deyir, yenə də lazımdır ki, yaralı olduğu üçün ona kömək olunsun. Həp şu xislətdə olsa cinsi bəşər, heç görülməzdi bunca vəhşətlər, Arifin cavabı. Əgərdir, bütün insan övladı sizin kimi düşünsəydi, bu qədər vəhşiliklər baş verməzdi, deyir və içəri keçir. Kiçik zabit burada Vasif soruşur, Vasifə deyir ki, düşünürsəndir, çox düşünürsən. Buna halat, məcnun olacaqsan bu təbiətlə, nəhayət Vasif. Bulmazsam əgər İbn Yəmin xaini əlbət qalır üstümdə şu çılğınca təbiət. Rəna, hələ Rəna, onu iğva nə deməkdir? Bir alçağa layiqmi o gülgünçeyi bakir? Görürsünüz, buradan məlum oldu ki, İbn Yəmini Vasif axtarırmış, xain olduğunu bilirmiş və İbn Yəminin dalınca bura gəlirmiş. Onun deyir, təbiətidir, gör necə onun çılğın bir təbiəti var. Hələ deyir, Rəna, yazıq Rənanı deyir, onun yanı demək. Vasif Rənanı İbn Yəminin
Rəna ilə birlikdə getdiyini bilir və onu ona layiq görmür. İbn Yəmini axtarırlar. Kiçik zabitin sözləri Türk ordusu ətrafa bugün həmlə edərkən, İrana və ya Qafqaza imdada gedərkən, Rus ordusu durmaz çəkilirkən önümüzdən, Vasif nə rəvadır ki, şu parlaq günümüzdən feyz almayaraq biz olalım qəflətə mail, satamaz milləti şəxsiyyətə aqil. Və kiçik zabitin sözlərinə deyir, bugün Türk ordusu hər tərəfə həmlə eləyir, İrana, Qafqaza hətta köməyə gedir, imdad üçün gedir. Rus ordusu önümüzdən çəkilir, geri çəkilirsə, bizim deyir, gözəl parlaq günlərimiz var, Vasif. Biz ki, bu parlaq günlərimizdən feyz alaq. Vasif, əfsus ki, hiçdir sonu. Türk ordusu varsın, istərsə bütün Hindi də, Əfqanı da sarsın. İstərsə bütün qarşı çıxan maneyi yıxsın. Turanı basıb bağrına Altaylara çıxsın. Mümkün deyil, əsla olamaz naili amal. Etdikcə xəyanət əli bu milləti pamal. Vasif də deyir ki, amma bunun hamısının sonu yoxdur. İstəyirdir Türk ordusu Hindistan'a geçsin, Afganistan'a geçsin, hər yer alsın, Altaylara qədər geçsin. Amma nə qədər ki xəyanət var, içində xəyanət varsa, bu heç vaxt öz amalına çata bilməyəcək. Kiçik zabit, lakin saparaq başqası eylərsə xəyanət, seyr eyləyərək hər bağa dursunmuş o millət. Kimsədir xəyanət elirdir, biz bu millət bəs belə dayanıb durmalıdır mı? Türk ordusu daim basaraq ölkələr almış. Ən sonda siyasətdə basılmış da bunalmış. İdraki sönük başçıların qəfləti ancaq etmiş edəcək milləti həp əldə oyuncaq. Türk ordusu deyir, daim başqa ölkələri alıb, amma sonda yenə də siyasətdə basılıb. İdraki sönük, çünki bəzi başçılar olub ki, onların idrakçıları sönük olub. Onların qəflətindən millət həmişə əldə oyuncaq olub. Ani bir düşüncədən sonra və şiddətli, kəskin, şiddətli Vasifin məşhur sözləri Turana qılınçdan daha kəskin olu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət. Və kiçik zabit deyir ki, yahu buradan kimdir biraz öncə keçənlər? Zabit soruşur, Arif gəlir, Arifdən soruşur ki, indi buradan gedən adamlar vardı, kimdə olar? Arif də bir ərəb zabiti bir qızla bərabər idi. Deyən kimi, gördünmü, gecikdikdə qaçırdıq ovu əldən deyir. Və bilirlər ki, bu qızla zabit İbn Yəminlə Rəna imiş. Bunu Vasif bilir. İnsan nə qədər qaçsa da qurtulmaz əcəldən Vasif. Gəl, durma, hənuz əldə biraz fürsətimiz var deyir və artıq sən əmin ol, bugün ovucundadır onlar deyir ki, yəni artıq əmin ol, tezliklə biz onları çatarıq deyir. Və hər ikisi tez otaqdan çıxırlar, sürətli addımlarla İbn Yəmin getdiyi tərəfə doğru gedirlər. Arif də durduğu yerdən baxa-baxa qalır. Çaşqınlıq içindədir, hüzün içindədir və bu zaman elə iblis yenə qəhqəhələrlə qarşısına çıxır və Arif ona deyir ki, dəf ol, sən yenə də gəldin. İblis, əzizim, cocuq olma, Arif, bana bax, əczi bırax, hissə qapılma. Çarpışmaq için lazım ikən mərdə cəsarət, bilməm, neçin olmuş sana qalib əsəbiyyət. Ben hepsini duymaqdayım, inkar nə lazım? Rəna, o sənin şimdi bütün ruhuna hakim. Hakim o sənin hissinə, idrakinə, əfsus. Ayrılsan izindən olur əğyar ilə mənus. Görürsünüz, iblis deyir ki, uşaq olma deyir. Hissə qapılma. Sən deyir, bu saat Rəna sənin bütün ruha hakim olub. Sən deyir, əgər onun izindən ayrılsan, yəni Rənanın ardından getməsən, o gedib əğyara qismət olacaq. Arif qandırmaq için Arifi hər nafilə israr, hər halda xainsin, inanmam sənə zinhar. Arif sənə inanmaram deyir. Amma iblis əl çəkmir, lakin şu inadınla pərişan olacaqsan. Bir gün gələcəkdir ki, peşiman olacaqsın. Əfsus, nədamət sənə verməz səmər əsla. Və deyir ki, bir gün sən peşman olsan, deyir, mənə qulaq asmadığa görə. Əlində iblis bir tapanca çıxardır. Bir də bir kisə altın, qızıl çıxardır, tutur əlində, deyir ki, al bunları, bas bağrına Arif, yaxşı saxla. Bunlar edəcək etsə nəhayət sənin. Səndir, nə varsa xoşbaxt eləsə, bunlar eləyəcək. Al, işte bu ateş, bu da sevgili məbud. Al, deyir, bu ateş, tapancanı deyir ki, bu ateşdir və qızılı da göstərir ki, bu da sevgili məbuddur, deyir.
Tapancayı havaya, göyə açır, atır, yəni atəşlər açır. Al, işte bu atəşlə gəlir qəlbinə qüvvət. Bax deyir, bu atəşlə sənin qəlbə qüvvət gələcək. Və bundan sonra kisədəki altınları da əlində şıqqıldadır, belə oynadır və Arifə verir. Bax deyir, səslənir, işte görürsənmi deyir. Bunsuz kimsə öz məqsədinə çata bilməz. Arif burada iblisin tapancasını və altınlarını yerə tullayır. Qızğın və usanmış bir halda yenə iblisi qovur, dəf ol deyir, onu qovur və Arif deyir, heç vaxt altına və yaxud da kurşuna möhtac olmayacaq. İblis yenə təkrar edirəm, zəfi burax, aldanıyorsun. Həp aldanıyor, aldanıyor, aldanıyorsun deyir. Qəhqəhlər çəkərək çəkilib gedir. Və Arif biraz düşünür bundan sonra. Sonra deyir ki, bəs deyir, o mələk qəhr edilirkən, bəs deyir, o Rəna, mələk deyəndə Rənanın nəzərdə tutulur. O deyir, orada qəhr edilir, yəni onu İbn Yəmin orada alladır. Mən deyir, burada durub nətər seyr eləyim qalım, bu mümkündürmü? Sonra deyir ki, yox, getməliyəm, həm də bu saat getməliyəm. Bəndən ona hörmət və məhəbbət. Gedib deyir, Rənanı xilas eləməliyəm. Və tez çölə çıxır. İblis də gəlib istehsalı qəhqəhlər. Deməli, Arif çıxır, evdən gedir, Rənanın dalı ilə, İbn Yəminlə Rənanın arxasınca gedir. O gedəndən sonra İblis gəlir, qəhqəhələrlə get. Lakin o hörmət və məhəbbət bir gün doğurur qanlı ədavət. Get, bəllidir insandakı xislət, sizlərdəki ülfət, sonu vəhşət, sizlərdəki şəfqət, sonu nifrət, sizlərdəki rəhmət, sonu lənət deyir, qəhqəhələr çəkərək gedir. Demək, İblis deyir ki, get deyir, get. Amma onu bil ki, hörmət və məhəbbət dediyin bir gün səndə qanlı ədavətlər törətəcək. İnsanın deyir, xisləti məlumdur. Sizin ülfətinizin sonu vəhşətdir, şəfqətinizin sonu nifrətdir, rəhmətinizin sonu da lənətdir. Beləliklə birinci pərdə bitir, ikinci pərdəni növbəti dərsimizdə deyərik. Alo.